Natural ədədlərə aid verilmiş belə bir sualın izahına baxaq. Bizdə belə bir ədəd verilib. Bu ədədin natural bölünənlərin sayı 130 olarsa, n-i bizdən soruşur. Burada n sayda 0 olduğuna görə 8 vurulsun 10 üstü n yaza bilərik. 8 2 üstü 3, onu isə 2 üstü n vurulsun 5 üstü n kimi yaza bilərik. Vurmada üstlər toplana bilər deyə 2 üstü n üstəgəl 3 vurulsun 5 üstü n kimi yazaq bu ifadəni. Natural bölünənlərin sayını tapanda sadə vuruqların üstünü bir vahid toplayıb bir-birinə vururuq. Onda n üstəgəl 3 üstəgəl 1 vurulsun n üstəgəl 1 bərabərdir 130 olacaq. Bu da n üstəgəl 4 vurulsun n üstəgəl 1 bərabərdir 130-dur. Sadələşdirmə aparsaq, n kvadratı üstəgəl n üstəgəl 4n üstəgəl 4 çıxılsın 130 bərabərdir 0 olacaq. Onda n kvadratı üstəgəl 5n çıxılsın 126 bərabərdir 0. Buradan diskriminant tapsaq, diskriminant bərabərdir 25 üstəgəl 504. Bu da eləyəcək 529. Kök altına diskriminantımız kökdə 529, yəni 23 eləyəcək. Onda buradan n-ləri tapsaq, n1 bərabərdir -5 üstəgəl 23 bölünsün 2. Bu eləyəcək 18 bölünsün 2, yəni cavab olacaq 9. n2 bərabərdir -5 çıxılsın 23 bölünsün 2, yəni -28 bölünsün 2, bu da eləyəcək -14. n sayı olduğuna görə mənfi qiymətini götürə bilmərik. Buna görə n olacaq 9.